Payız fəslinə baxmayaraq ölkədə havalar hələ də isti keçir. Normalda vaxtlarda yağışların başlaması gözlənilsə də, demək olar ki, ölkənin əksər bölgəsində yazıntıya rast gəlinmir. Temperaturun normadan yuxarı olması cəmiyyətdə qış sərt olacaqmı sualını gündəmə gətirib. Yeni Sabah məlumat verir ki, meteoroloq Cavidan Əliyev azxəbər.com-a açıqlamasında bildirib ki, havaların isti keçməsinin bir sıra səbəbləri var. Son vaxtlar havanın quraq keçməsinin səbəbi ölkəmizin Sibir antisiklonunun cənub-qərb kənarında yerləşməsidir. Ondan əvvəlki dövrdə də hava şəraitinin quraq keçməsi qərb axınlarının daha çox şimal trayektoriyası üzrə hərəkət etməsi ilə bağlı idi. Bu isə şimaldan soyuq hava kütlələrinin Azərbaycana daxil olmasının qarşısını alırdı. Ekspert bildirib ki, havaların belə keçməsi qışın sərt olacağına dəlalət etmir. Qışın sərt keçib keçməyəcəyinə gəldikdə isə, adətən belə quraqlıq payız aylarında müşahidə edilirsə, qışda kəs-kəs soyuq hava dalğaları təkrarlanır. Bəzən sulu qar yağışı qeydə alınır. Məsələn, 2002-ci ilin noyabrında belə quraq keçmiş, dekabr ayında isə Bakıda çox qarlı hava müşahidə olunmuşdu. Həmin il dekabrın 10-unda qarın hündürlüyü 50 santima çatmışdı. Ancaq havanın hazırda mülayim keçməsi qışda havanın mütləq sərt keçəcəyinə işarə vermir.